Hər kəsə məndən qucaq dolusu salamlar. Bu videoda evimə yeni aldığım qazan dəstini sizə göstərmək və onları necə yuyub yerbeyer etdiyimi paylaşmaq istəyirəm. Əgər siz də yeni qazan dəsti almışsınızsa və ilk istifadədən əvvəl necə təmizləmək lazım olduğunu düşünürsünüzsə, bu video tam da olaraq sizin üçündür. Mənim eşitdiyim qranit, tefal tavaları yağlamaq, yumaq yox, amma mən yeni məhsul aldıqda onu ilıq suda mütləq şəkildə yuyucu vasitəsilə yuyuram. Aldığım məhsullar içərisində də toster öz yerini tutur. İlk öncə tosteri sirkəli salfetlə silib 5 dəqiqə gözlətdirirəm. Çünki bilirik ki, sirkə bütün mikrobları öldürür. 5 dəqiqə gözlətdirdikdən sonra isə mən onu yüngül nəm dəsmalla silib quruluyuram. Artıq budur. Mətbəximdə öz yerini aldı. Məncə çox gözəl yaraşdı mətbəximə, sizcə? Burada isə yeni aldığım qazan dəstimi yerləşdirmək üçün dolabımı təmizləyirəm. Sizcə hansı məhsulla? Əlbəttə ki, ən sevdiyim Faberlic şirkətinin mətbəx təmizliyi məhsuluyla gül kimi etdim və qazan dəstimi yerləşdirdim. Vizual olaraq alt görünüşü olmasa da, amma o qoruyuculardan siz də istifadə edin. Çünki dolabın zədələnməsinin qarşısını alır. Burada isə çaydan dəstimin ilk istifadəsini necə edirəm? Emalda olan bütün əlavə qalıqları təmizləmək üçün ilk olaraq sirkəli su ilə qaynadıram. Sirkəli su ilə qaynadıqdan sonra yenidən yuyub, həm sirkəli suyun qoxusunu aradan qaldırmaq üçün, həm də yenidən təmizlənməsi üçün limonlu suda qaynadıram. Budur artıq mənim çaydan dəstim tam olaraq istifadəyə hazırdır. Mənim üçün təmizlik sadəcə bir iş deyil, mətbəxə can qatmaqdır. Videom sizə yararlı oldusa, bəyənməyi, abunə olmağı unutmayaq.